x2 bərabərdir x0 plus 6t şəklindədir. 5-ci saniyənin sonunda bu cisimlər arasındakı məsafə 15 metr olmuşdur. Başlanğıc zamanında bu cisimlər arasındakı məsafəni hesablayın. x0-dan müsbət veriblər bizə. Deməli, düz xəttlə hərəkət eləyir. 5-ci saniyənin sonunda bu cisimlər arasındakı məsafə 15 metr olubdur. İndi uşaqlar, gəlin 5-ci saniyənin sonunda birinci cisimin koordinatını təyin edən x1 bərabərdir uşaqlar 60 çıxaq 4 vuraq 5. Olacaq neçə uşaqlar? 40. Deməli, 5-ci saniyənin sonunda bizim x oxumuzdur uşaqlar. Deməli, birinci cisimin koordinatı 40'da olacaq. Bax, 5-ci saniyənin sonunda birinci cisimimiz 40'dadır. İndi uşaqlar, ikinci cisimə baxsam, ikinci cisim harada olacaq? Bəs bunlar arasındakı məsafə nədir? 15 metrdir. Və bizə burada şərt verib ki, x0 müsbətdir. Yəni, müsbətdə olubdur. İndi x0 müsbətdir. Üstünə də bir dənə nə gələcəm? x2 bərabərdir. x0 üstə gələk. 5 vuraq 6, yəni 30. İndi, uşaqlar, x0 müsbətdirsə, bu deməli, sıfırdan sağda yerləşməlidir. Birinci cisim 40'dadırsa, ikinci cisim harada olmalıdır? 55'də olmalıdır. Çünki bunlar arasındakı məsafə neçə metr olsun? 15 metr olsun. Bax, ikinci cisimdə harada oldu? Burada oldu. Aha. Deyir ki, başlanğıc zamanında bu cisimlər arasındakı məsafəni hesablayın. İndi biz bu cisimlər arasındakı məsafəni təyin eləmək üçün nə etməliyik uşaqlar? Bax, bu x0'ı tapmalıyıq. Yəni, ikinci cisimin başlanğıc koordinatını tapmalıyıq. Birinci cisimin başlanğıc koordinatı onsuz da var bizim əlimizdə. Bəs, ikinci cisimin son koordinatını harada tapdıq uşaqlar? 55 tapmadıq. Onda x2 bərabərdir. x0 plus 6t tənliyinə görə x2 yerinə 55 yazacağım. x0 üstə gəlsin, 6 vurulsun 5. Buradan da x0'ı tapacaq uşaqlar 25. Deməli, birinci cisim başlanğıc anda harada olub uşaqlar? Daha doğrusu ikinci cisimin başlanğıc koordinatı 25 olub. Baxın, gəlin şəklə təzədən çəkəyin. Bir dənə yer açağın özümüzə. Belə düşünəyin də. Əvvəlki halını çəkəyin uşaqlar. Bax, bu bizim ədəd oxumuzdur. X. Birinci cisim 60'da olub. Başlanğıc koordinat 60 olub. Yəni, birinci cisim x01 bərabərdir 60'a. Bu burada olub. Birinci cisim x oxun əksinə hərəkət edib uşaqlar. İkinci cisim isə necə tapdıq? 25 tapdıq da uşaqlar. Baxın, 25'dir. x02'miz 25'dir. İkinci cisim isə harada olub? 25'də olub. İndi başlanğıc anda bunlar arasındakı məsafə nə qədərdir uşaqlar? Bunlar arasındakı məsafə bu qədərdir. Onda məsafəni tapanda uşaqlar belə yazacaq.